Salam. Açırıq Qurban restoran proqramını. Qurbandadır. Bizim məqsədimiz müdirin parolunu dəyişmək. Burada müdirin, yəni supervizorun, superadminin 3'dür. Adı da 3'dür, parolu da 3'dür hələlik. Buradan sonra hara istəyirsiniz tıkıldaya bilərsiniz. Hətta burada tıkıldasınız, gələcəksiniz parol düzdürsə. Və burada təşkilat haqqında məlumata girəndən sonra işçilər və şifrələr. Birinci bu admin gəlir. Görürsünüz, menecerde quş var. Bunu götürsək bu admin olmayacaq. Belə admindir. Və tutarıq ki, bunun adı Ramiz müəllimdir. Qoyuram Ramiz və aşağıda qoyuram parolunu. Bu indi 3'dür. Mən isə qoyuram 1. İstənilən yazı da ola bilər, rəqəm də ola bilər, nə istəyirsiniz. Əsas odur ki, burada menecer olsun. Və istənilən, bunlar ofisantlarımız. İstənilən ofisantı dəyişmək olar. Misal üçün, Kamal, parolu nədir? Testdir. İstəyirəm test olmasın, proba olsun. Proba. Müdirin parolunu dəyişdim. Yaddan çıxmasın, bu ofisantdır. Ofisant qeyd olunmalıdır. Bunların hamısını təhsil lazım olsa təhsilində yazırıq. Təzə ofisant, onun parolunu və bura qoyuruq. Eğer bu müdirin kömək, ikisi də kömək, yenə də ad yazırıq, şifrə yazırıq onun üçün. Ancaq onda meneceri qeyd edirik. Yalnız menecer buralara girə bilər. Ofisantlar yalnız yemək verə bilərlər və başqa heç nə. Bunları tətbiq edirik, hamısı tətbiq olunur. Və bu dəfə bura daxil olanda təzə ad yazmalıyıq. Bizdə 3 deyildi. Bizdə Ramiz müəllim idi və parol da yadınızdadır 1'dir. 3 yazsam girməyəcək. 1 yazandan sonra burada tıkıldamaq olar, burada hətta tıkıldamaq olar. Parol düzdürsə girəcək ya da enter'e basmaq olar. Daxil olduq, görürsünüz, hər şey işləyir. Hələlik bu qədər.